Sevgiçilik ümumi və xüsusi olmaqla iki yerə bölünür. Ümumi sevgiçilik və xüsusi sevgiçilik olmaqla iki yerə bölünür. Baxaq, ümumi sevgiçilik nədir, xüsusi sevgiçilik nədir? Ümumi sevgiçilik insanın müxtəlif hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi azlığı kimi dəyərləndirir. İnsanın müxtəlif hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsinin azlığı kimi dəyərləndirilir. Ümumi sevgiçilik məktəblərdə fiziki tərbiyə dərslərində istifadəsi nəzərdə tutulan hərəkətlərin köməyi ilə inkişaf etdirilir. İndi xüsusi nəzərə yetirək, sonra ümumi ilə xüsusini bir növ fərqləndirək. Xüsusi sevgiçilik isə hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi qabiliyyətidir. Hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi qabiliyyətidir. Xüsusi sevgiçilik idman bölmələrində və şagirdin məşğul olduğu idman növünə aid hərəkətlərin köməyi ilə inkişaf etdirir. Yəni, xüsusi sevgiçilik adından da görünür ki, xüsusiliyi var burada. İdman bölmələrində və şagirdin məşğul olduğu idman növünə aid olan hərəkətlərin köməyi ilə inkişaf etdirilir. İndi ümumi ilə xüsusini fərqləndirək. Ümumi dedik ki, müxtəlif hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsinə hazırlığı kimdir? Yəni, ümumi sevgiçilik fiziki tərbiyə dərslərində, məktəblərdə fiziki tərbiyə dərslərində nəzərdə tutulan hərəkətlərin köməyi ilə inkişaf etdiriləcək. Burada nədir? Hər tədris fəaliyyəti üçün müəyyən bir vaxt ayrılır. Bizdə də ümumi sevgiçilikdə basketbol var, futbol var, voleybol var və sair idman növlərinin köməyi ilə biz məktəbdə ümumi sevgiçiliyi inkişaf etdiririk. Burada bir neçə idman növü. Yəni, biz şagirdlər tək olaraq futbol keçmirik, tək olaraq voleybol və yaxud da tək olaraq basketbol keçmirik. Yəni, üçü də sevgiçilik qabiliyyətini inkişaf etdirməsi üçün bu üç idman oyunundan bir istifadə və bir sıra hərəkətlərdən, oyunlardan istifadə edib ümumi sevgiçiliyi inkişaf etdiririk biz burada. Yəni, ümumi sevgiçiliyi məktəblərdə fiziki tərbiyə dərslərində istifadəsi nəzərdə tutulan hərəkətlər köməyi ilə inkişaf etdirilir. Yəni, ümumilik var. Xüsusi sevgiçilik isə hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsinə hazırlığı kimi idarə olunması və tənzimlənməsi qabiliyyətidir. Yəni, xüsusidə bir xüsusilik var. Yəni, burada hər hansı bir ixtisas sahəsi deyir. Yəni, şagirdin məşğul olduğu ixtisas sahəsi var. Misal, şagirdin ixtisası dərsdən sonra çıxıb gedir, basketbolçudur, judoçudur, sprinterdir, futbolçudur, voleybolçudur, handbolçudur və s. Yəni, şagird dərsdən sonra şagirdin ixtisası, misal üçün, futbol. Dərsdən sonra gedir, futbolla məşğul olur. O futbolla məşğul olunan yerdə buna basketbol keçmirlər, buna bir növ voleybol keçmirlər, buna badminton, handbol, buna keçmirlər. Buna nə keçirlər? Ancaq futbol. Bunun ixtisası futboldur. Yəni, hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi qabiliyyətidir. Ümumi oldu, müxtəlif hərəkət fəaliyyətin idarə olunması. Yəni, burada müxtəliflik var. Bir neçə idman oyunu var. Müxtəlif hərəkət fəaliyyətin idarə olunması. Xüsusidə isə hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi. Yəni, burada xüsusi sevgi idman bölmələrində və şagirdin məşğul olduğu idman növünə aid hərəkətlərin köməyi ilə inkişaf etdirilir. Bayaq qeyd etdiyimiz kimi, yəni şagird futbolçudur, gedir futbolla məşğuldur, voleybolçu gedir voleybolla məşğuldur, boksyor gedir boksla məşğuldur. Yəni, boks zalında buna karate keçmirlər, judo keçmirlər və s. Yəni, ancaq boks keçirlər buna. Burada bir ixtisas sahəsi var. Yəni, şagirdin ixtisası var. Ümumi ilə xüsusinin fərqini də başa düşdük.